Esselamu Aleyküm əziz müsəlmanlar. Keçən dərsi deməli 46-cı səhifədə qalmışdıq. Bu günləri çalışmaları da bitirib Allahın izni ilə 9-cu dərsə keçid edəcəyik. Demək, çalışmamızın şərti iqra, vaktub oxu və yaz. Biz tərcümə edirik təbii ki. Bundan əvvəl keçdiyimiz əlif məqsura ilə sonu, yəni keçən dərsdə izah etdim. Sonu bu şəkildə bitən və yaxud da bu şəkildə bitən fəthə və əliflə bitən sözlərin sonu heç vaxt dəyişmir, sabit şəkildə qalır. Bu qaydaya əsasən indi müəllif bizə çalışma verib, onu həll etməliyik. Təbii ki, oxuyub tərcümə etməklə, hərəkələrini düzgün qoymaqla. İlk nümunəmiz Hədət tabibu, qələmlə görsədək sonluqlarını, min İngiltərra, bu həkim İngiltərədəndir. Zəhəbə Hamidun ilə Fransa, Həmid Fransaya getdi. Məhmudun məridun, Mahmud xəstədir. Huvəl-ənə fil müstəşfə, o indi xəstəxanadadır. Zəhəbə Abdullahi, Abdullah sözünün özü izafədir, mürəkkəb isimdir yəni. Zəhəbə Abdullahi min Əlməniyə ilə İngiltərra. Abdullah Almaniyadan İngiltərəyə getdi. Həzəl kitəbu li İsə və zəlikəl kitəbu li Musa. Bu kitab İsa'nındır və o kitab isə Musanındır. Növbəti bənd. Həzəl mühəndisu min Əmrikə. Bu mühəndis Amerikadandır. Və növbəti sonuncu çalışmamız bu dərsdən. Onu da çalışaq, oxuyaq və tərcümə edək. Ondan sonra dərsimizi bitirək. Demək, iqra, müəllif bizdən oxumağı tələb edir. Həmişə kimi oxuyub tərcümə edəcək inşallah. Əs-səbburatu əməmət talibi. Demək, lövhə tələbənin qarşısındadır. Və hiyə xalifəl müdərrisi. Və o müəllimin arxasındadır. Burada həmişə tələbələrə verdiyim sual ondan ibarətdir ki, o deyəndə müəllifin qəsdi nədir? Tələbə müəllimin arxasındadır, yoxsa lövhə? Bir anlıq düşünə bilərsiniz. İndi isə doğru cavabı dinləmək vaxtıdır. Burada söhbət təbii ki, lövhədən gedir. Hardan bilirik bunu? Yəni, hiyə sözü qayıdır səbbura sözünə. Məsələn, bizim dilimizdə belə bir cümlə olsaydı və o müəllimin arxasındadır, o nəyə qəsd edir? Bilmək olmur konkret. Ancaq ərəb dilində konkret cinsə görə biz bunu təyin edirik ki, səbbura sözü qadın cinsindədir. Məhz buna görə də hiyə kimi qeyd olunub. Yəni, lövhə tələbənin qarşısındadır və həmən lövhə, elə həmən lövhə müəllimin arxasındadır. Növbəti bənd oxuyuruq. Eynə səyyaratul müdərrisi. Haradadır müəllimin maşını? Hiyə əməməl mədrasəti. O, nəyə görə hiyə dedi? Çünki səyyara sözü qadın cinsindədir. Söhbət müəllimdən yox, maşından gedir. Maşını soruşur, müəllimi yox. Hiyə, o, əməməl mədrasəti. O, məktəbin qarşısındadır. Eynə beytul imami. Demək, imamın evi haradadır? Beytul imami xalfəl məscidi. İmamın evi məscidin arxasındadır. Növbəti bənddə Eynə cələsə Hamidun. Həmid harada oturdu və yaxud da harada oturub? Cələsə xalfə Məhmudin. O, burada o söz yoxdur. Cələsə sözünün içində
işarə, belə deyək, şəxs əvəzliyi o var. Çünki cələsə sözü məhz ona aiddir. Necə ki, bizim dilimizdə oturdum deyəndə mənə aiddir. Oturdun dedikdə sən nəzərdə tutulur. Oturdular deyəndə onlar nəzərdə tutulur. Ərəb dilində də hər bir feil kimə aid olmasını feilin zahiri durumuna görə qiymətləndirmək olar. Cələsə məsələn huvaya aiddir. Cələsə, yəni huva cələsə. O oturub xalfə Mahmudin və yaxud da oturdu Mahmudun arxasında. Zəhəbə Əmmərun iləl məscidi. Demək, Ammar məscidə getdi. Və cələsə əməməl mihrabi və oturdu mihrabın qarşısında. Mihrab məsciddə imamın dayandığı belə oval şəklində divardan oyulmuş formadır. Həmən o yerdə namaz qıldırır imam və insanlar da onun arxasında dururlar namaza. Həmən yer mihrab adlanır. Ammar demək məscidə getdi və mihrabın düz qarşısında, yəni birinci safda mihrabın qarşısında oturdu. Bəli, demək 8-ci dərsi də Allahın izni ilə tamamladıq. Allah asanlaşdırsın öyrənənlər üçün. İnşallah növbəti dərsimizdə 9-cu dərsdən davam edərik. Əssəlamu aleykum və rəhmətullah və bərəkətuhu.